əziz şagirdlər və müəllimlər, hər birinizi xoş gördük. Bugün sizlərlə fizika 11-ci sinif dərsliyinin 1-ci mövzusundan başlayaraq sonuncu mövzusuna qədər hər birini izah edəcəm və ən əsası 11-ci sinif üçün olan dim test toplusunun hər bölmə başlığı bitdikdən sonra variantları ilə birlikdə izah edib YouTube kanalında yerləşdirəcəm. Elə isə kanalıma abunə deyilsinizsə, kanalıma abunə olub, bəyənib və ən əsasda paylaşaq. O zaman vaxt itirmədən mən sizlərlə keçirəm 11-ci sinif dərsliyindən ilk mövzuya. İlk mövzumuz elektrik yükü, elektromaqnit sahəsi. Bilirsiniz ki, 11-ci sinif artıq sonuncu sinifdir və fizika 6-cı sinifdən keçirilən fizika artıq 11-ci sinif bitdikdən sonra bitir. Belə ki, indi yenilənən fizika kitabları 7-dən başlayır, amma bu tərtib edilən kitab sırf 6-cı sinifdən fizikanın keçirildiyi dövrə aiddir. Ona görə 11-ci sinifdə elə sizlər üçün görünür ki, ən yaxşı versiyası belə ki, köhnə keçirilən 8, 9-cu siniflərdə, 6-cı siniflərdə istifadə olunan məlumatların hər biri qısa konspekt şəklində sizlərə təqdim olunur. İndi isə başlayaq həmin o qısa konspekti sizlər üçün təkrarlayaq, daha sonrası keçək mövzumuza. Cisimlər bir-birinə sürtdükdə onların səthində elektrik yükləri yaranır. Bu zaman deyirik ki, cisim elektriklənib. Ona elektrik yükü verilmişdir və yaxud elektrik yükünü itirmişdir. Və həmin bu elektriklənmə cisimlər arasındakı qarşılıqlı təsir formasında özünü göstərir. Ya itələmə, ya da ki, cəzb etmə xarakterli olur. Əgər biri müsbət, biri mənfi olarsa, yəni əks cinslər olarsa, mütləq şəkildə bir-birlərini cəzb etməli. Əksinə, hər ikisi müsbət və yaxud hər ikisi mənfi olarsa, yəni hər ikisi eyni işarəli olarsa, mütləq şəkildə bir-birlərini dəf etmiş olacaqdılar. Təbiətdə şərti olaraq iki növ müsbət yük var, yəni elektrik yükü var, biri müsbətdir, digəri isə mənfidir. Eyni işarəli elektrik yükləri bir-birlərini itələyir, müxtəlif işarəli elektrik yükləri isə bir-birini cəzb etmiş olur. Artıq elektrik yükü olmayan cisimlər elektroneytral və ya yüksüz cisim adlanır. Necə? Çünki tərkibində elektrik cəhətdən neytral olması o deməkdir ki, tərkibindəki protonların isə elektronların sayı ilə bir-birlərinə bərabərdir. Və elektrik yükü Q hərfi ilə işarə olunur, skalyar kəmiyyətdir, kulondur və BSD vahidi 1 amper vurulsun saniyə şəklində ifadə olunur. Elektrostatik sahə dedikdə sükunətdə olan elektrik yüklərinin yaratdığı materialın növüdür. Və elektrik sahəsinin intensivliyi həmin bu sahənin qüvvə xarakteristikasıdır və bir neçə mövzudan sonra artıq biz həmin elektrik sahəsinin intensivliyi haqqında da daha ətraflı məlumat verəcəm. Daha sonra keçid olunub maqnitlərə. Maqnitlər maqnit xassəsini uzun müddət özündə saxlayan maddələrə sabit maqnitlər, maqnetitlər və yaxud yeni 7-ci sinif dərsliyinə əsasən desək, maqnetitlər adlandıra bilərik. Hər bir maqnitin 2 qütbü olur, N və S. Əgər eyni qütblər olarsa, bir-birlərini dəf edirlər, əks qütbü olarsa, bir-birlərini cəzb edirlər. Və maqnit sahəsi mütləq şəkildə hərəkətdə olan yüklərin yaratdığı materiyanın növüdür. İndi isə maqnit sahəsini xarakterizə edən kəmiyyət B maqnit induksiyasıdır. Vektorial kəmiyyət olaraq verilir, amma əslində vektorial kəmiyyət deyil, onlar aksial kəmiyyətdir ki, biz istiqamət ona şərt olaraq veririk. İndi isə davam edirəm dərsimizin motivasiya hissəsi ilə. Müəyyən edilmişdir ki, arı uçarkən müsbət yüklə elektriklənir. Çiçəkləri isə mənfi elektrik yükünə malikdir. Ona görə də arı çiçəyə qonduqda onun tozcuqları arının bədəninə yapışır. Və ən maraqlısı da odur ki, arının çiçəklə təmasından sonra bitkinin elektromaqnit sahəsi dəyişir və belə dəyişmə havada olan digər arılara sanki
bu çiçəkdə daha tozcuq yoxdur işarəsini verir. Bu zaman sual olaraq verilir ki, niyə havada uçan arı müsbət yüklə elektriklənir? Gəlin bu suala sizlərlə bir yerdə cavab verək. Belə ki, arılar uçarkən qanadlar tez-tez çırpılır və havadakı molekullarla sürtülür. Və həmin bu sürtünmə nəticəsində arıların bədənində müsbət elektrik yükləri toplanır və bu statik elektrik yükü kimi bir hadisədir. Yəni, eyni ilə hər hansı bir cismi bir-birlərinə sürtdükdə onda da elektriklənmə baş vermiş olur. Eyni zamanda çiçəklər, torpaqla və ətraf mühitlə təmasda olduqları üçün onların səthi də mənfi yüklə yüklənmiş olacaqdır. Artıq arı çiçəyə toxunur. Çiçəyə toxunduqda arı ilə çiçək arasındakı elektrik yükü, yəni elektrik yükün axını, elektrik boşalması baş verir. Müsbət yüklü arı mənfi yüklü çiçəyə toxunduqda yük tarazlığı üçün elektrik yükləri ötürülmüş olur. Və bu proses nəticəsində artıq çiçəyin elektromaqnit sahəsi dəyişir və bir növ artıq həmin o nektarı toplayan arıların həm vaxt baxımından, həm də enerji baxımından daha itkiyə yol verməməkləri üçün bir növ yaxşı bir işdir deyərdim. Çünki artıq həmin tozcuqları, nektarı arı topladıqdan sonra ətrafa elektromaqnit sahəsi vasitəsilə enerji ötürülür ki, artıq bu çiçək üzərində nektar azdır, yəni bu hissəyə gəlməyin. Davam edirəm mövzumuzla. Burada araşdırma 1-də elektriklənmiş cisimlər arasındakı qarşılıqlı təsir məsafədən ötürən nədir? Belə ki, elektriklənmiş cisimlər arasındakı qarşılıqlı təsir elektrik sahəsi vasitəsilə ötürülmüş olur. Burada elektrik sultanı plasmas dayaq üzərində bərkidilmiş qalın metal diskdən ibarət. Diskin hər tərəfindən nazik kağız zolaqlar yapışdırılır və şəkildə elektriklənmiş sultanlardan A, B, C, D cütlükləri təsvir edilibdir. Məlumdur ki, A və C müsbət yüklə yüklənib. Deyək ki, sultanların yeri bir-birlərinə nəzərən dəyişdirilsə, onlardan hansı bir-birini cəzb etmiş olar? İlk öncə gəlin qısa xatırlatma eləyək ki, əgər eyni şairli yüklər olarsa, bir-birlərini dəf etməlidirlər, əks şairli olarsa, bir-birlərini cəzb etməlidirlər. Burada A ilə B-nin müqayisəsinə baxsaq, A müsbətdir, deməli B də mənfidir ki, həmin hissəni özünə tərəf müsbətlə mənfi bir-birlərini cəzb etmiş olur. Onda biz deyə bilərik ki, A və B eyni cinsli yüklərdir və ona görə bir-birlərini cəzb etmiş olurlar. Məsələn, A ilə C-yə baxsaq, hər ikisinin işarəsi müsbət yük olduqlarına görə mütləq şəkildə bir-birlərini dəf etmiş olarlar. Və burada D neytraldır və neytral cisimlərdə güclü cisim neytral cisimə yaxınlaşdırılarsa, bu zaman yüklü cisim neytral cismi özünə doğru cəzb etmiş olar. Həmçinin C və D də, yəni C müsbətdir, D isə neytraldır, bir-birlərini cəzb etmiş olacaqlar. Və bu elektrostatik qarşılıqlı təsirə əsaslanan prinsiplərdən biridir. İndi isə dərsimizə davam edirik qeydlərimizlə. Elektrik yükü. Elektrik yükü dedik ki, zərrəciklərin və ya cisimlərin ətrafında elektromaqnit sahəsi yaratma xassəsidir. Elektrik yükü bu xassənin kəmiyyət ölçüsü olaraq qəbul edilir. Elektrik yükü dedik ki, hərfi ilə işarə olunur, skalyar kəmiyyətdir, vahidi bir kulondur və elektrik yükünün özünə məxsus olan xassələri var. İlk öncə başlayaq elektrik yükünün diskretliyindən. Elektrik yükü diskret dedikdə, diskret yəni kəsilməz deyil, bölünəndir. Ən sadə olaraq gəlin bir elmi dildə izah edin, bir də loğarit dildə daha sadə formada izah edək. Belə ki, elektrik yükü diskret deyəndə, yəni bölünməz müəyyən bir qiymətə qədər bölünür və bunu da ən kiçik yük olan elementar yük adlandırılır. O da elektronun yükünün qiymətidir. Ən sadə olaraq bizim bir 100 manatımız var. Həmin bu 100 manatı 2 dənə 50 manata, 50-ni 5 dənə 10 manata, 10-u təkrardan 2 dənə 5 manata, 5 də təkrardan 1 manata ayırıq. Yəni əlavə kağız pulumuz artıq qalmır. Yəni 5-i 1-ə ayırdıq.
Artıq ən sonuncu oldu 1. Birdən başqa kağız pulumuz olmadığına görə onu bölə bilmirik. Bu deməkdir ki, elektrik yükünü nə qədər bölürüksə bölək, mütləq şəkildə ən kiçik elektrik yükü, yəni Y alınmalıdır. Daha sonra elektrik yükü də elektron yükü olduğuna görə 1,6 vurulsun 10 üstü -19 şəklində ifadə olunur. Və burada elektrik yükünün səthi sıxlığı anlayışından istifadə olunur. Sigma bərabərdir, Q bölünsün S-ə, Q-nin yerinə də N vurulsun Y yazırıq. Və diqqət eləsək, burada qarşısına bir müsbət, bir də mənfi işarəsi yazılıb. İlk öncə S burada sahəsidir, Y elementar yükdür, N nədir bəs? N burada əlavə olaraq qazanılan və yaxud verilən elektronların sayını ifadə edir. O zaman deyirik ki, atom özünə elektron alması və ya verməsi hadisəsi iyonlaşma hadisəsi adlanır. Əgər atom özünə əlavə olaraq elektron birləşdirərsə, bu zaman olacaqdır mənfi yüklü iyon. Yox, özündən elektronları kənara verərsə, bu halda müsbət yüklə yüklənmiş olacaqdır. Diqqət yetirsəz, biz sırf elektronlarla danışdıq. Niyə məsələn demədik ki, proton getdi, gəldi? Çünki protonlar, yəni müsbət yüklü zərrəciklərimiz nüvə ilə o qədər güclü əlaqədədirlər ki, biz onları nüvənin daxilindən hərəkət elətdirə bilmərik. Yəni sadəcə olaraq müəyyən bir tarazlıq vəziyyətinin ətrafında rəqsi hərəkət edə bilər. O da ki, çox cüzi və çox böyük enerji tələb etməklə. Və əsas orada hərəkət edənlər elektronlardır. Elektrik yükünün səthi sıxlığının beynəlxalq sistemdə vahidi 1 kulon bölünsün metr kvadratı şəklində ifadə olunur. Davam edirəm. Elektrik yükü üçün saxlanma qanunu ödənilir. Qapalı sistem. İlk öncə gəlin fikirləşək. Qapalı sistem nədir? Qapalı sistem dedikdə ətraf aləmdən təcrid olunmuş bir sistem fikirləşin. Yəni, nə daxildən kənara bir müdaxilə olur, nə də ki, kənardan daxilə hər hansı bir müdaxilə olmur. Və burada deyir ki, qapalı sistem daxilində zərrəciklərin elektrik yüklərinin cəbri cəmi sabit qalmış olur. Cəbri cəm dedikdə riyaziyyatdan təkcə toplama deyil də, həm də yükün işarəsindən asılı olaraq çıxma da nəzərdə tutula bilər. Davam edirəm, elektrik yükü additiv cəmiyyətdir. Yəni, sistemin elektrik yükü həmin sistemdəki zərrəciklərin elektrik yüklərinin cəbri cəminə bərabər olmuş olacaqdır. Davam edirəm, 4. Elektrik yükü invariant cəmiyyətdir. Yəni, zərrəciyin elektrik yükü bütün ətaət hesablama sistemlərində eynidir. Məsələn, belə bir sual. Tutaq ki, cisim K ətaət hesablama sistemində 2 kulon yükü var. Məsələn, qarşılıq ətaət hesablama sisteminə keçdikdə yükü necə dəyişər? Bu zaman bir invariant sistem olduğundan bir ətaət hesablama sistemindən digərinə keçən zaman elektrik yükü dəyişməz olaraq qalır. Davam edirəm, elektromaqnit sahəsi. Baxın, elektrik, maqnit sahəsi. Yəni, elektromaqnit sahəsindən söhbət gedirsə, deməli, elektromaqnit sahəsini ifadə edən əsas göstəriş, kəmiyyət, elektrik sahəsini ifadə edən intensivliyidir, maqnit sahəsini ifadə edən isə B-maqnit induksiyasıdır. O zaman həm elektrik sahəsinin intensivliyi, həm də maqnit sahəsinin induksiyası elektromaqnit sahəsinin istənilən andakı vəziyyətini xarakterizə edən 2 dənə kəmiyyətdir. Elektrodinamika dedikdə, elektrodinamika fizikanın elektrik yükləri arasında qarşılıqlı təsir yaradan elektromaqnit sahəsinin qanuna uyğunluğunu öyrənən bir bölmədir. Biz bilirik ki, elektrik sahəsinin hərəkət edən, yükə təsir edən qüvvə yüklə düz asılıdır. Və həmçinin elektromaqnit sahəsində də təsir edən qüvvə həm yükün miqdarından, həm də ki, sürətindən asılıdır. Bu zaman elektromaqnit sahəsində həm yükə, həm də sürətə təsir edən həm elektrik qüvvəsi, həm də ki, maqnit qüvvəsi deyək. Bunların ikisinin cəmi ümumiləşmiş Lorentz qüvvəsi adlanmış olur. Mövzu izahımızda bu qədər idi. İndi isə davam edirik tətbiq və araşdırma hissələrində, həmçinin həyatla əlaqələndirin. Əzizlərim, buraya qədər gəlmisinizsə, artıq sonlarda izləyin və ən əsası sizlərə aydın olmayan, qaranlıq qalan nələr varsa mütləq şəkildə şərh bölməsində qeyd edin və onları mən sizlər üçün cavablandıracağam. Davam edirəm, elektrik yükləri necə paylanır?
Burada artıq bir qaydanı gəlin qeyd eləyək. Belə ki, əgər toxundurulan kürələrin radiusları eynidirsə, o zaman Q bərabərdir Q1 plus Q2 bölünsün 2 şəklində ifadə edə bilərik. Yazıram, buna Q' deyək ki, digərlərindən fərqlənsin. Q' bərabərdir 39 plus mənfi 14 bölünsün 2 şəklində hesablama aparmaqla mən yükün qiymətini təyin edə bilərəm. Bura 11-dir. Bu da bərabər olmuş olacaqdır. 28 bölünsün 2. Bu da bərabərdir 14 kulona. Bu deməkdir ki, toxundurulandan sonra həm birinci, həm də ikinci kürədə müsbət 14 kulon yük var. İndi isə davam edirik. Burada diqqət eləsəz, müsbətlərin sayı çox olduğuna görə müsbətlə mənfini topladıqda və yarısına, yəni 2-yə böldükdə ən çox hansı yük idi, hansı şairli yük idi, həmin onun hesabına baş vermiş olur. İndi isə davam edirəm, həyatla əlaqələndirin. Deyir ki, darağı saçınıza sürtməklə elektrikləndirib zəif qu tükünə toxundurun. Bu zaman nə baş verər? Bu zaman cəzb etmə baş verər. Bəs gəlin görək, necə, nə baş verir ki? Bunu yəqin ki, hər biriniz məktəbdə şagirdlərimiz müəllimlərin göstəriş əsasında, müəllimlərimiz isə şagirdlərinə elektrik bölməsini daha yaxşı qavramaları üçün qələmi saç tellərinə sürtərək kiçik kağız hissəciklərinə yaxınlaşdırıb orada elektrikin olduğunu və ya saçına şarı sürtərək həmin o kiçik kağız qırıntılarını cəzb etməsini göstərmisiniz. Bu zaman deyir ki, burada nə baş verir? Ümumiyyətlə, darağa və yaxud geyimə sürtdükdə o statik elektrik yükünə yüklənmiş olur. Ən çox da qızlarımızda yun paltar geyindikdə, qış aylarında daha çox müşahidə olunur, saçlar başlayır elektriklənməyə. Həmin bu da statik elektriklənmədir. Burada darağı biz saçımıza sürtdükdə artıq daraq mənfi elektrik yükü ilə yüklənmiş olur. Bu zaman tük neytral və yaxud zəif yüklü olur. Yüklü darağı tükdəki yükləri cəzb edir və yaxud belə deyək də, cəzb edərək həmin hissəyə yaxınlaşdırmış olur. Onda elektrostatik cəzbə nəticəsində tük darağa doğru hərəkət icra etmiş olur. Biz bu təcrübəni uşaqlarla ebonitlə yun parçanı, daha sonra şüşə ilə ipək parçanı bir-birlərinə sürtməklə də aparmışdıq. Deyir ki, qu tükünü daraqdan çıxararaq qoparın və o havada olduğu zaman darağı altda elə məsafədə yerləşdirin ki, tük havada eyni hündürlükdə süzsün. Niyə tük yerə düşmür? Onu havada süzməyə məcbur edən nədir? Yenə bu da statik yükdür, yəni elektrik sahəsidir. Davam edirəm özünüzü qiymətləndirin sualları ilə. Elə indicə bu hissədə videonu dayandırırsınız, başlayırsınız özünüz 4 suala cavab verməyə. Sonra isə videonun davamında mənə qulaq asırsınız. Sizin də inanıram ki, videonu dayandırmısınız və mən davam edirəm. Deməli, elektrik yükü diskretdir. Müddəasını necə izah eləmək olar? Diskretdir, yəni müəyyən bir qiymətə qədər bölünə bilir və bunun da sübutu təbiətdə ən kiçik yük olan elementar yükdür ki, həmin o elementar yükdən daha kiçik bir qiymət ala bilməz. Cisimlərin sürtünmə ilə elektriklənməsi elektrik yükün hansı xüsusiyyətindən irəli gəlir? Biz bunu deyə bilərik ki, elektrik yükünün yaranma hadisəsindən irəli gəlmiş olur. Biz burada ion hadisəsini təkrarlaya bilərik, yəni ionlaşma, müsbət və mənfi ion hadisəsi. Deyin görüm, yadınızdadırsa, siz bunun davamını gətirərsiniz. Davam edirəm. 3. Elektriklənmiş cisimlər arasındakı qarşılıqlı təsir məsafədən ötürü nədir? Əlbəttə, elektrik sahəsi. 4-də hansı təcrübə ilə iki növ elektrik yükünün mövcud olduğunu sübut edə bilərsiniz?
Məsələn, ebonit çubuğu yun parçaya sürtərik. Bu zaman ebonit mənfi, yun parçamız müsbət yüklənir. Şüşə çubuğu ipək parçaya sürtsəm, bu zaman şüşəmiz müsbət, ipək parçası mənfi yüklənmiş olacaqdır. Daha sonra ebonit və şüşə çubuğu bir-birlərinə sürtsəm, bu zaman cazibə baş vermiş olacaqdır. Çünki əksarı yüklə yüklənmiş olublar. Və yaxud hər iki eboniti və yaxud hər iki şüşə çubuğu bir-birlərinə sürtsəm, bu zaman da eyni şail olduqlarına görə bir-birlərini dəf etmiş olacaqlar. Mövzu izahımız bu qədər. İnşallah növbəti video izahda görüşmək üzrə hər birinizə uğurlar arzulayıram. Əsas da əziz müəllimlər, sertifikasiyaya hazırlaşan müəllimlərimiz sinif dərsliklərini mütləq şəkildə təkrar edin. Həm sinif dərsliklərini, həm də ki, sinif testlərini. İndi mən bu başlıqda, deməli, ümumilikdə 10 mövzudur. 10 mövzunu izah elədikdən sonra həmin bu başlığa aid olan DİM test toplusundan olan sualları da sizlər üçün izah eləyəcəm. Odur ki, kanalımız əgər sizlər üçün faydalı olursa, kanalımızı bəyənib, abunə olmağı unutmayın ki, yeni videolar yükləndikdə hər birindən sizlər də xəbərdar olasınız.